Yer kürəsinin tektonik quruluşundan xatırladığımız kimi, yer qabığı əsasən platforma və geosinklinal tipli quruluşlardan təşkil tapmışdır. Platformalar tektonik möhkəm ərazilər olsalar da, geosinklinal zonalar isə mütəhərriklikləri ilə seçilirlər. Geoloji quruluşları ilə tamamilə fərqlənən bu quruluşlar, ehtiva etdikləri karbohidrogen yataqlarının xüsusiyyətlərinə görə də bir-birlərindən xeyli fərqlənirlər. 1. Geosinklinal tipli yataqlar daha çox qırışmış və lay keçiriciliyi müxtəlif yerlərdə, fərqli ola bilir. Platforma tipli strukturlarda nisbətən zəif qırışma amplitudu və layın hər yerində demək olar eyni çeşidlənmə və keçiricilik müşahidə olunur. 2. Geosinklinal tipli yataqlar hasilat və lay təzyiqinin düşmə tempi kəskin olduğu halda, digər tərəfdə tədrici və stabil olur. 3. Geosinklinal tipli yataqlar çox sıx qırılma şəbəkəsi ilə xarakterizə olunur. Əksinə, platforma tipli yataqlar bu cəhətdən daha əlverişlidir. O səbəbdəndir ki, birincilərdə xeyli qapalı daxili tektonik bloklar olduğu halda, digər tərəfdə bu müşahidə olunmur. Bunlardan əlavə, platforma tipli strukturlarda lay təzyiqi daha az, təzyiqin düşmə tempi daha az, yatağın ölçüsü nəhəng, Qırılmalar daha az. keçiricilik və məsaməlilik yüksək, su basqı rejimi və lay enerjisinin bərpası daha mobil, tektonik aktivlik yox dərəcəsindədir, dərinlik olaraq dayaz, yaş olaraq çox qədim, mənimsəmə, qazma və kəşfiyyat işləri daha asan başa gəlir.